Günlərin bir günü, Allah rəhmət eləsin, bizim onda məktəbin, 2 nömrəli məktəbin direktoru İvad müəllimi idi. Gördüm, dərsə gəldim, mənə belə deyir, Əsədova, biraz tez danış. Dedim, haycan, müəllimin evinə gedərsən. Başa düşdün? Belə. Dedim ki, ay İvad müəllim, mənim o müəllimin evində nə işim var? Sakit deyən, səsə salma. O deyir, Bakıdan gəliblər, kino çəkirlər. İndi ona döndü. Bakıdan gəliblər. Deyirəm, kim gəlib? Uşağım da başa düşmürəm, saf adamım. Deyir, Şövkət xanım Ələkbərova gəlib. Çıxdım, ayağımın altına da bir dənə tabletka qoydular. Boyda bu boyda. Boy çıxmır, balaca. Gördüm, Şövkət xanım oturub yaydı. Çil-çil belə də əynində sarafandı belə iplə. Bu da belə oturub belə. Ağa, bax, rozum belə xanım, saç da buradan. Beylədir. Bu da oxuyun. Ki, bu boyda qız nə oxuyacaq? Mənə dedim, bəli. Oxu. Nə oxuyasın? Dedim, bilmirəm. Heç demirəm, Mirzə Hüseyin Seygah oxuyuram, mən nə bilim. O olmalıydı, olmadığını oxuyuram. Sonra dedim ki, bir dənə də şikəstə oxumaq istəyirəm, bilmirəm, kəsmə şikəstədir, nəsə oxuyuram. Bir dənə Qaragil oxudum. Rayonlar arası 25 dənə tələbənin içindən məni seçdi. And ol Allaha. Mənə qayıt dedi ki, tez, balaca, bura gəl. Mən deyəm, buna belə baxıram. Televizdə görmüşdüm, həyatda görməmişdim. Mənim üçün çox maraqlıydı. Mən də dayanıb belə baxıram. Dedi ki, get, Anıva denən, sənin paltarları yığışdırsın, sumkanı götür, gəl bura. Aparıq səni. Bülbül adına məktəbə. Orta Bülbül adına. Bəli. Gəldim mamama evdən, müəllimlər evindən belə çıxanda, həmən məni yaxaladı qardaşım. Qardaşıma deyiblər. Mənə qayıtdı ki, sənin burada nə işin var? Sənin işin dərs idi. Burada nə işin var? Dedim, direktor göndərdi. Dedi, burada səndən işim yoxdur, sakit deyəm. Bax, bu əlimdəki görsən bu bıçaq, sənin başımı kəsərəm. O fikri beynindən at. Gəldim evə ağlaya-ağlaya. Deməli, necə qorxuramsa, yolda, dodağımı da belə sallamışam, yolda belə boğuluram ki, nə buna söz deyə bilmirəm, qorxuram axı. Nə bunu vura bilmirəm, nə söz deyə bilmirəm, partlayıram hissimdən, ölürəm, ay Allah. Ki, bunu mən döyə bilərdim, buna bir dənə söz deyə bilərdim, ürəyim partlayır axı. Gəldim evə. Mamama qayıtdım, dedim ki, bəs şeydir. Yox, oradan evə zəng elədim, hələ çıxmamışdan çölə. Mama, mənim paltarlarımı hazırla, Şövkət xanım gəlib, mənə aparır. Bedir, səndən